2003-cü ildə Şəmkir rayon icra başçısı Aslan Aslanovun oğlunun öldürülməsi həmin dönəmdə əsl gündəm mövzusuna çevrilmişdi. Belə ki, bu məsələyə siyasi motiv qatılaraq güya icra başçısının oğlunun atasının fəaliyyətinə görə öldürülməsi ilə bağlı xəbərlər dolaşırdı. Əslində isə məsələnin mahiyyəti tamamilə fərqli idi. Sonradan məhkəmədə məlum oldu ki, məsələnin əsl mahiyyəti namus üstündə cinayət hadisəsinin baş verməsidir. Hadisənin isə mahiyyəti ondan ibarət idi ki, Şəmkirin həmin dönəmki icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanov 15 yaşlı Lamiyə Quliyeva adlı qızla münasibətdə olub. O münasibətdə olan zaman Lamiyə Quliyevaya təcavüz edib və qız bundan sonra hamilə qalıb. Daha sonra isə Lamiyə Quliyeva Vüqar adlı şəxslə nişanlanıb. Vüqar adlı şəxs isə hadisəni öyrənib və onları üzləşdirmək qərarına gəlib. Çünki Ruslan məsələni inkar edilmiş. Elə cinayət hadisəsi də bu üzləşmə zamanı baş verib. Avtomobildə olarkən Lamiyə Quliyeva Ruslan Aslanovu bıçaqla xəsarət yetirərək qətlə yetirib. Bundan sonra Vüqar da, Lamiyə də həbs olunub. Hadisədən hiddətlənən icra başçısı Aslan Aslanov onlara ən ağır cəza verilməsi üçün müxtəlif yollara əl atıb. Nəticədə Aslan Aslanov məqsədinə çatıb. 15 yaşlı Lamiyə Quliyevaya 15 il 6 ay həbs cəzası verdi. Vüqar isə ömürlük həbs cəzasına məhkum edilib. Lakin sonradan Lamiyənin taleyi də fərqli olub. Belə ki, o həbsxanada olarkən əri olmaya uşaq dünyaya gətirib və buna görə də vaxtından əvvəl azadlığa buraxılıb 2015-ci ildə. Vüqar Əliyevlə bağlı da məhkəmə qərarı dəyişib. 2021-ci ildə onun barəsindəki ömürlük azadlıqdan məhrum etmə qərarı 25 illə əvəzlənib. Artıq 21 ildir həbsdədir. Əlindəki imkanlardan istifadə edərək oğlunu öldürən şəxslərə ən ağır cəza verilməsinə nail olan Aslan Aslanov isə 2018-ci ildə 57 yaşında ürək tutmasından vəfat edib. Bu hadisənin son günlər gündəmə gəlməsinin əsas səbəbi isə Avropa İnsan Hüquqları Məhkəməsinin bu hadisə ilə bağlı qərarıdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən bu işə ədalətli məhkəmə araşdırması hüququ pozulub.